Photoshop'da şəkilə iki tip kölgə əlavə etmək olur. Biri sadə şəkildə kölgə əlavə etmək. Yəni, əgər mənə şəkil verilibsə və aşağı hissəsindən kiçik bir kölgə istəyirəmsə, indi göstərəcəyim üsuldan istifadə edəcəyik. Digəri isə biraz daha fərqli kölgələrdir. Yəni ki, şəklin öz verilmiş stilindən kənara çıxacaq bir kölgə. Hər ikisini izah edəcəyik necə olur. İlk öncə sadə kölgə ilə başlayırıq. Sadə kölgə əlavə etmək üçün əvvəlcə fayla daxil oldum. Ctrl-N ilə yeni səhifə yaratdım və bu şəkili boş səhifənin üzərinə əlavə etdim ki, rahat şəkildə istifadə edə bilim. Sağ tərəfdə isə mənə hal-hazırda laylar pəncərəsini verir. Əgər hər hansı kompüterdə bu pəncərə aktiv deyilsə, Window menüsuna daxil olmalıyıq və buradan F7 əmrini aktiv vəziyyətdə saxlamalıyıq ki, bu bölmə aktiv olaraq qalsın. Əgər işarənin qeydi götürülürsə, bu bölməni aktiv görməyəcəksiniz. Və mənə qeyd olunur ki, background və onun üzərində hal-hazırda bir lay var. Mən istədiyim kimi bu layları gizlədib aktiv edə bilirəm, onu da deyək. Amma əlavə edəcəyim kölgə üçün sıfırdan bir lay yaratmalıyıq. Çünki heç bir lay yaratmadan şəklin üzərinə əlavə etsək, həmin əlavə etdiyimiz kölgəni arxa fona gətirə bilməyəcək. Bunun üçün də sadəcə aşağı hissədə bir dəfə pulsa toxunursunuz, yeni bir lay gəlir və bu layın üzərindən tutaraq onu birinci laydan aşağıda olacaq şəkildə yerləşdirirsiniz. Daha sonra bu bölmədən istədiyiniz kölgələr seçə bilərsiniz. Yəni, rəng tonu çalışın nə çox açıq, nə çox tünd olsun. Hətta biraz da açıq seçə bilərik. Seçdikdən sonra Brush Tool alətini seçirik və Brush Tool alətinin üzərində siçanın sağ düyməsinə toxunuram. Burada aşağı hissədə bizə kölgələr verir. İstədiyimiz kölgələri buradan seçə bilərik. Bir-birinə oxşardır. Hər hansı birini seçirəm nümunə kimi. Daha sonra isə bu hissədə sizə dairənin görünüşünü verir. Əgər siz bunu dəyişməsəz, kölgə olaraq baxın, belə bir görüntü alacaqsınız. Bir dəqiqə. Rəng tonu, Brush Tool aktiv edirik. Belə bir görüntü alacaqsınız. Bu da yaxşı bir görüntü deyil. Kölgə olması üçün bu dairədən tutub sadəcə aşağıya doğru sürüşdürürəm ki, dairənin formasını dəyişmiş olun. Bunu etdikdən sonra istədiyiniz ölçünü verə bilərsiniz, daha böyük formada olsun və sadəcə siçanın sol düyməsinə bir dəfə toxunub belə bir kölgə yarada bilərəm. Rəng olaraq rəng tonu açsam, daha da açıq kölgələr yaratmaq olur. Təkrar bu qədər toxunmağı tövsiyə etmirəm, çünki biraz süni bir görüntü olur, amma maksimum 2 dəfə toxunanda istədiyiniz nəticəni ala bilirsiniz. Bu birinci üsulla kölgə yaratmaqdır, bir də digər bir üsulla kölgə yaratmaq var. Bu necə olur? Hal-hazırda yenidən backgroundum var və üzərinə belə bir şəkil kəsib əlavə etmişəm. Bununla işimiz bitdisə, buranı bağlaya bilərik. Daha sonra yaratdığımız layın bizə ikinci dəfə kopyası lazımdır. Bu dəfə yeni bir lay yox. Yaratdığımız layın kopyası üçün klaviaturada Ctrl-J düyməsinə bir dəfə toxunuruq və qeyd olunur ki, bu lay 1 və bu onun kopyasıdır. Kopyanı yaratdıqdan sonra kopya olan layı aktiv vəziyyətdə saxlamalısınız. Bunun üçün də istədiyiniz alətlə yaxınlaşıb sadəcə şəklin özünü aktiv etməyə çalışıram. Pulsu götürüb müəyyən hissələri seçirik. Şəkili seçdikdən sonra klaviaturada F5 düyməsinə bir dəfə toxunuruq ki, rəng tonu olaraq kölgə əlavə edə bilək. Shift F5-ə toxunuruq və bu hissədə black əmri aktiv olmalıdır ki, qara rəng tonunda versin, yoxsa digər işarələrlə qara tonu əldə edə bilməyəcək. Aktiv etdikdən sonra OK ilə təsdiqləyirik. Əvvəlcə rəng tonu olaraq çox qara rəngdə görünür, amma yuxarı hissədə 100% azaltdıqda rəng tonu da açılmış olacaq. 20, 30 istədiyiniz ölçülərdə saxlaya bilərsiniz. Tövsiyəm 30, 35, 20, 25 bu aralıqlarda saxlamaqdır. İşimiz bitdikdən sonra hələ ki Ctrl-D ilə şəkili aktivlikdən çıxarırıq və kölgənin üzərindən tutaraq onu arxa fonda yerləşdiririk. Birinci layın arxa fonunda. Daha sonra edit bölməsinə daxil oluruq. Buradan perspektiv əmrini aktiv edirsiniz və bu hissədən aşağıya birinci xətti və buradan yuxarıya da ikinci xətti atırsınız.
öz xətt əlavə etdikdən sonra birbaşa birləşmiş olur. Biz müəyyən forma verdikdən sonra Enter-lə təsdiqləyirik və kənarından olacaq şəkildə bunu kölgə halında çıxardıram. Burada artıq biraz diqqətlə işləmək lazımdır. Mən sadəcə nümunə kimi göstərirəm, amma daha dəqiqlikdə işləsəz normal nəticə əldə edə bilərsiniz. Bunu edəndən sonra Enter-lə təsdiqləyirik və kölgə verdikdən sonra kölgənin istədiyiniz qədər çoxaldıb azalda bilirsiniz. Bunun üçün isə filtr bölməsində blur əmrindən istifadə edirik. Blur bölməsində isə 5-ci əmri mütləq aktiv saxlamalısınız. Burada hal-hazırda kölgə verilir, amma istəsəm kölgəni artırıb azalda bilirəm. Çox az etdikdə istədiyim nəticəni almıram. 6-7 aralıqlarında saxlaya bilərsiniz ki, belə bir kölgə olsun. OK ilə təsdiqləyib bu formada kölgədə yaratmaq olar. Belə.